Azərbaycanın regionda yaratdığı yeni reallıq ölkəmizə qarşı olanları belə yumşalmağa məcbur edib. Albaniyada keçirilən tədbir zamanı Fransa liderinin Prezident İlham Əliyevlə daha səmimi ünsiyyətə cəhd göstərməsi onu sübut edir ki, rəsmi Paris Azərbaycanın siyasi gücünü artıq qəbul etmək məcburiyyətindədir. Son dövrlər beynəlxalq arenada baş verən hadisələr, xüsusilə də Albaniyada keçirilən tədbirdə müşahidə olunan diplomatik jestlər Azərbaycan-Fransa münasibətlərində yeni bir səhifənin açıla biləcəyi ehtimalını gündəmə gətirir. Fransa prezidentinin Azərbaycan liderinə göstərdiyi diqqət və ehtiram iki ölkə arasında uzun müddət müşahidə olunan sərin rüzgarın isinməsinə dair ümidləri artırır. Sözsüz ki, bu jestlər sıradan bir protokol qaydası deyil, eyni zamanda siyasi retorikanın dəyişməyə başladığının incə bir siqnalı kimi qiymətləndirilir. Məsələyə münasibət bildirən təhlilçilər də deyirlər ki, Makronun bu kimi jestləri Fransa tərəfinin gərgin münasibətləri yumşaltmaq cəhdi kimi dəyərləndirilməlidir. Münasibətlərdə son illər çox ciddi soğuqluq müşahidə olunurdu. Yəni Fransa parlamentin, Fransa Xarici İşlər Nazirinin, prezidentin xoşa gəlməyən bəyanatları buna bir səbəb edib və münasibətlərdə həm iqtisadi, həm diplomatik, həm parlamentlar arası əlaqələrdə demək olar ki, böhran əmələ gəlmişdi. İnanmaq istəyirdik ki, bu salamlaşma Azərbaycan və Fransa prezidenti arasında azı o münasibətlərin biraz da gərgin olmağının qarşısını alır. Tarixi məqamlar, regionun geosiyasi vəziyyəti və enerji maraqları bu əlaqələrin yenidən qaydasına düşməsi üçün həm imkanlar, həm də çağırışlar yaradır deyə təhlilçilər bildirirlər.